İkincisi, qohumlarla əlaqəni bərkitmək insanın ömrünün uzanması və ruzisinin çoxalmasının səbəbidir. Ənəs bin Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə, qohumlarla əlaqəni bərkitsin. Və ömrün artması da deyəndə burada ya insanın ömrünə bərəkətin verilməsidir, o kəs ki, qohumlarla əlaqəni qurur, bərkidir, onlara yaxşılıq edir. Burada məqsəd ömrün bərəkətli olmasıdır və yaxud da ömür həqiqətən də insana uzanır, qohumlarla əlaqə qurduğuna görə. Allah da o insanın ömrünü uzadır. İbn Teymiyyə buyurur ki, ruzi iki növdür. Əhəduhumə Allemehullahu en yerzuqahu fəhədə la yetəğəyyər. Birincisi, Allah Teala'nın yəni ona ruzi verməsini bildirməsidir. Bu da dəyişmir. İkincisi, Allah Teala kitabında yazmışdır və mələklərə bildirmişdir və bu da artır və azalır insanın etdiyi səbəblərə uyğun olaraq.